Minlərlə kilometr uzaqda olsalar da bu balacaların ürəklərində Azərbaycan döyünür. Söhbət Berlində fəaliyyət göstərən ana dili həftə sonu məktəbində təhsil alan uşaqlardan gedir. Və onlar üçün bu dərslər sadəcə dil öyrənmək deyil, milli kimliklərini, mədəni köklərini qorumağın vacib bir yoludur. Azərbaycanın Almaniyada yerləşən səfirliyinin nəzdində olan və Berlin mərkəzində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi öz qapılarını azərbaycanlı uşaqlar üçün açıb. Burada məktəblər üçün yaradılan şəraitə görə uşaqların sayı çoxalıb, siniflərin sayı artıb. Bugün burada Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili səslənir. Hər şənbə günü onlarla uşaq bura gəlir ki, ata-babalarının dilini, Azərbaycan dilini unutmasınlar. Ana dili həftə sonu məktəbində 100-ə yaxın şagird təhsil alır. Dərslər 5 fərqli yaş qrupunda aparılır. 2024-cü ildən etibarən Mədəniyyət Nazirliyi ilə Diaspora İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycan Respublikasının səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Mədəniyyət Mərkəzində Xarı Bülbül Mədəniyyət Evi üçün yer ayrılmışdır. Və bugün Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları təşkil olunur, birgə açıq dərslər həyata keçirilir. Eyni zamanda səfirliyin və mərkəzin təşkil etdiyi tədbirdə kurs iştirakçıları aktiv şəkildə iştirak edirlər. Ana dili həftə sonu məktəbinin təsisçiləri deyirlər ki, məqsədləri vətəndən uzaqda böyüyən Azərbaycanlı uşaqlara tam ödənişsiz şəkildə ana dilimizi öyrətmək, milli kimliyimiz, tariximiz və mədəniyyətimiz barədə vacib biliklər qazandırmaqdır. Çox sıx şəkildə işləyirik və uşaqlarımıza ana dilimizi öyrətməyə çalışırıq. Onlara öz mədəniyyətimizi, öz musiqimizi öyrətməyə çalışırıq ki, uşaqlar bunu unutmasınlar. Yəni, başqa ölkədə yaşayaraq o dili öyrənməklə yanaşı öz ana dillərində unutmasınlar. Aynen başlayan kim söz deyər mən? Alma. Bu məktəbdə yalnız Azərbaycanlı uşaqlar deyil, digər xalqların nümayəndələri də təhsil alır. Aralarında Azərbaycan dilini öyrənmək istəyən Alman da var. Ich habe meinen Partner, meinen Freund hier in Deutschland kennengelernt und er kommt aus dem Aserbaidschan. Mənim sevgilim Azərbaycanlıdır. Onun ailəsini daha yaxşı tanımaq və mədəniyyətini başa düşmək üçün Azərbaycan dilini öyrənmək istəyirəm. Dekabrda Azərbaycana getməyi planlaşdırırıq və ümid edirəm ki, o zaman ailəsini bir qədər anlaya biləcəyəm. Müəllimlər çox mehribandır və hər şeyi addım-addım izah edirlər. Dilimizə olan bu maraq və sevgini görmək isə müəllimləri daha da həvəsləndirir. Kiçik qrupum 6-11 yaş arası uşaqlardır. Böyük qrupum isə 15-25 yaş arası gənclərdən ibarətdir. Hər iki qrupa dərs dediyim zaman əsasən Azərbaycan dilinin mədəniyyəti, tarixi və hətta bayramlarımız, adət-ənənələrimizi öyrədirik. Əsir düşmüş gülü, indi azadlıqdadır mənim xarı bülbülü. Bütün uşaqlar Alman dilində danışdığına görə, yəni dərsə, məktəbə hər yer Alman dilində eşitdiklərinə görə həftə sonu yalnız Azərbaycan dilində eşidirlər və bu uşaqları dilimizi unutdurmur. Valideynlər üçün isə bu məktəb sadəcə bir təhsil ocağı deyil, milli dəyərləri qorumaq və uşaqlara ötürmək üçün imkandır. Belə bir fürsət var, uşaqlarımız gəlir, vətəndən uzaqda olsa, kənarda olsa da öz dilimizi, mədəniyyətimizi, rəqsimizi unutmuruq. Başlayaq, yazaq. Əvvəlcədən mən evdə də öyrətməyə çalışırdım, amma müəllimlərin səyi nəticəsində daha yaxşı Azərbaycan dilini öyrənir, eyni zamanda da bizim mədəniyyətimizi daha dərindən öyrənir. Bizim adət-ənənələrimizi, bayramlarımızı. Günay Məmmədova, Azərbaycan Televiziyasının Almaniya bürosu, Berlin.